əvvəllər belə bir şey var idi. Gəzirlər ki. Heç kimin arxasınca danışmaq kimi çıxmasan, ad da çəkməyəcəm. Əvvəllər belə bir şey var idi. Məsələn, baş redaktorları yığırdılar, aparırdılar türk dövlətlərinə səfərə. Türkiyəyə, Kuzey Kıbrısa, Qırğızstana və s. O adamların da hamısını demirəm, bir 50%'nin Türk dünyası ilə əlaqəsi olmurdu. Bilir, Türkiyəni də bilir, Orta Asiya. Amma bunlar gecə-gündüz işləmirlər də o istiqamətdə. Öz işlərinin peşəkarlarıdır, dostlarımızdır. Ad çəkmirəm yenə də. Amma bu adamlar ömründə Türkiyə ilə işləməyiblər. Bunlar Qırğızstanla işləməyiblər, Qazaxstanla işləməyiblər. Amma məlum adamlar götürüb bunları yığıb aparırdı ki, media əlaqələrini dərinləşdiririk. Siz təsəvvür edirsinizmi ki, bir dəfə də məni aparmayıblar o səfərlərə? Ki, Azərbaycanda hamı bilirdi ki, Türk dünyası ilə ən intensiv işləyən adam Azər Əsrətdir. Jurnalistika, qeyti sahəsində, nə bilim, yeri gələndə siyasətçilərlə. Bunu yenə də deyirəm, bu saat Qırğızstanda hökumətin içində adamlar var mənim kəşf etdiyim ki, vaxtında səfir olublar, bu saat prezident administrasiyasında işləyirlər. Qazaxstanda həmçinin, vaxtı ikən mən cavan oğlanlar da kəşf eləmişəm adamları, aşkara çıxarmışam, biraz da təbii ki, biz də həvəsləndirmişik, dövlət də onları qiymətləndirib, irəli çəkib vəzifə verib. Məsuliyyətli iş tapşırıb. Niyə? Çünki görüblər ki, potensial var. Azərbaycanda isə o cür səfərlərə bir dəfə məni aparmayıblar. Bu cür adamların sayı nə qədər çox olsa, fake xəbərlərin sayı bir o qədər az olacaq. Niyə? O nəticə də bu cür olur. Ona görə ki, Azər Əsrət gedəndə o səfərlərə, mən oradan əli boş qayıtmıram. Yeni tanışlıqlar, tanışlığın ardından intensiv əlaqələr, davamlı şəkildə mən onlarla sosial media üzərindən, WhatsApp üzərindən, nə bilim, mümkün vasitələrlə əlaqəni davam etdirirəm. Bugün məsələn Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Cumhurbaşqanlığında Gökhan Gülər adında bir dostumuz var. Biz onunla harda tanış olmuşuq? Jurnalist kimi tanış olmuşuq. Amma adam bugün Cumhurbaşqanlığındadır, prezident administrasiyasındadır. Dostumuzdur, qardaşımızdır. Yəni istəsə rəhbərdir elə bilirəm. Vəzifəsini tam da çevirə bilmədim. Yəni telefon nömrəsi cibimdə. İstədiyim vaxt zəng eləyə bilirəm. Görürsünüzmü? Yəni əlaqə qurmuşam, qurduğum adamlar gedib dövlətin zirvəsinə yüksəliblər. Məsələ ondadır ki, sən Azər Əsrəti bu cür səfərlərdən kənarda tutursan, apardığın adamların da elə bir qayğısı yoxdur. Ki, mən sabah davam edim. Qırğızla, Qazaxla, Özbəklə və s. yaxud Türkiyə ilə. Və onlar bu fake newsları niyə aparmaq? İndi ortalığa gəlsinlər mübarizə aparsınlar. Ona görə o fake newsun qabağına yenə də Azər Əsrət çıxır. Bunlardan səs yoxdur. Çıxa bilmirlər çünki. Potensial yoxdur. İmkan yoxdur. Dil bilgisi yoxdur. Hətta mən bunu bir neçə dəfə demişəm. Yəni Şuşada qlobal media forumu keçirirlər. Allahın rus dilini bilməyən adamı aparırlar. Azər Əsrət oraya getmir. Nədən qorxursunuz? Niyə çəkinirsiniz? Niyə biz orada olmayaq? Dərdim gəzmək deyil. Vallahi billah mən sizə də demişəm, elə özəl söhbətdə də demişəm. Bu saat mənim çox uzaq gedəcəyim yer Dədəli kəndidir. Oradan uzağa getməyə həvəsim belə yoxdur mənim. Mən o, nə bilim, görünüm, mənim haqqımda danışır. Siz bu dövlətə, vətənə xidmət üçün edirsiniz. Bəli.